Salam, bu videomuz həqiqətlər haqqındadır. Həqiqət nəyə deyilir? Rasional ədədlər və irrasional ədədlər birlikdə həqiqətlər çoxluğunu əmələ gətirir. Bəs rasional ədədlər nəyə deyilirdi? Rasional ədədlər əgər m ədədi daxildir, deməli z çoxluğuna, yəni tam ədədlər çoxluğuna və n ədədi daxildirsə natural ədədlər çoxluğuna biz m bölünsün n şəklində göstərilə bilən ixtisar olunmayan ədədlərə rasional ədədlər deyirdik. Bəs irrasional ədədlər nəyə deyilir? İrrasional ədədlər sonsuz və dövrsüz ədədlərdir. Yəni, biz bilirik ki, dövr-onluq kəsrlərdən onların fərqi nədədir? Dövr-onluq kəsrlərdə müəyyən bir dövr var, irrasional ədədlər isə dövrsüz olur. Dövrsüz, yəni təkrarlanmayan, sonsuz şəkildə gedən bir ədədlərdir. Yəni, məsələn, kök altında 2 ədədi. Bunu biz nə qədər kökdən çıxarmağa çalışsaq da, onun sonu yoxdur. Sonsuz şəkildə davam edir və təkrarlanma olmur. İrrasional ədədlərə y ədədini, p ədədini göstərə bilərik. Məsələn, biz deyə bilərik kök altında 4 ədəd irrasionaldır. Xeyr, əgər kök işarəsi varsa, o demək deyil ki, bu irrasionaldır. Kök altında 4-dən 2 çıxır, 2 isə rasional ədəddir. İrrasional ədəd deyil. Gəlin görək əks ədədlər nəyə deyilir? Əks ədədləri deməmişdən əvvəl biz ədəd oxu ilə tanış olaq. Ədəd oxu nədir? Üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xəttə ədəd oxu deyilir. Baxırıq, buradan 0 başlayır, hər iki tərəfə uzana bilir ədəd oxu, sonsuzluğa qədər davam edir. Deməli, sağ tərəf müsbət ədədləri bildirir, müsbət istiqamətdir. Sol tərəf bu şəkildə davam edir, sol tərəf isə mənfi istiqamətdir. Yəni, burada mənfi ədədlər niyə qeyd edilir? Deməli, ədəd oxunun başlanğıcından eyni məsafə əks ədədlərdir. Yəni, sağa və sola istiqamətdədir. Sadəcə o istiqamətləri fərqlidir. Bu tərəfə, məsələn, 1-dirsə, əks tərəfə mənfi 1 olacaq. Bu tərəfə 2-dirsə, əks tərəfə mənfi 2 olacaq. Əks ədədlərin, yəni yalnız işarələri ilə fərqlənir. Başqa, yəni heç bir fərqi yoxdur. Bir də onu qeyd edirik ki, əks ədədlərin deməli cəmi 0-a bərabər olur. Yəni mənfi 1 üstəgəl 1 həmişə bizə 0 verəcək. Mənfi 5 üstəgəl 5 bizə həmişə 0 verəcək. Bəs tərs ədədlər nəyə deyilir? Tərs ədədlər isə hasili 1-ə bərabər olan ədədlər tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlərdir. Yəni, məsələn, biz əks ədədləri necə dedik? Cəmi 0-a bərabər olan ədədləri yalnız işarələri ilə fərqlənirdi. Yəni, məsələn, mənfi 7-nin əksi 7 idi. 9-un əksi mənfi 9 idi. Tərs ədədlər nədir? Hasili 1-ə bərabər olan ədədlər. Məsələn, buradan 9-u götürsək. 9-un tərsi 9-da 1-dir. Məsələn, 7-də 1-in tərsi 7-dir. 11-in tərsi 11-də 1-dir. Hasili necə olur? 11-i 11-ə vuranda məsələn. Biz bilirik ki, 11-in də məxrəcində 1 qeyd etmirik özümüz. Baxırıq ki, həqiqətən hasili də 1-ə bərabər olur. Gəlin, rasional ədədlərin üzərində əməllər və müqayisəsinə baxaq. Rasional ədədlərdə deməli, mənfi ədədlər həmişə 0-dan kiçik olur. Müsbət ədədlər həmişə 0-dan böyük olur. Biz özümüz ədəd oxunu da bayaq qeyd etdik. Baxırıq, yəni mənfi ədədlər həmişə, məsələn, mənfi A yazaq. A yazsaq daha düzgün olmaz. A ola bilər ki, mənfi olsun. Elə mənfi ədədlər həmişə deməli kiçik olur 0-dan. 0 da həmişə kiçik olur müsbət ədədlərdən. Yəni həmişə müsbət böyükdür. 0-dan 0 da böyükdür mənfi ədədlərdən. Yəni belə deyə bilərik ki, ədəd oxunda sağdakı ədəd özündən soldakı ədəddən həmişə böyük olur. Mənfi ədədlərin müqayisəsində də, yəni ədəd oxuna baxsaq, görərik ki, məsələn 0 burada necə başlayır? 0-dan bu şəkildə, yəni mənfi 3. O demək deyil ki, mənfi 3 böyükdür. Burada mənfi 3 kiçik olacaq mənfi 2-dən. Mənfi 2 kiçik olacaq mənfi 1-dən. Bu şəkildə. Yəni həmişə sağdakı ədəd
özündən soldakından, baxın sağdakı məsələn -1, özündən solda -2-dən, -3-dən və s. böyük olur. Rasional ədədlər üzərində əməllər zamanı biz toplamaya baxsaq, görərik ki, eyni işarəli 2 ədədi necə toplayırıq? Məsələn, A + B. Hər ikisi müsbətdirsə, yəni hər ikisi müsbətdirsə, normal biz toplama şəklində toplayırıq. 3 + 11 necə toplayırıq? Elə 3 + 11 14 edəcək. Və yaxud da hər ikisi mənfidir. Eyni işarədir, fərq etmir. -3 -11. Mənfini mötərizə xaricinə yazıb 3 + 11 yazırıq. -14 olur. Bu şəkildə yaza bilirik. Bəs müxtəlif işarəli olanda necə toplayırıq? Əgər müxtəlif işarəli 2 ədədi toplayırıqsa, o zaman onların modullarını çıxıb fərqin qarşısına modulun böyük olan ədədin işarəsini yazmaq lazımdır. Gəlin nümunəyə baxaq. Baxırıq. Baxın 8 + -3 neyləyirik? Modulları çıxırıq. Modulu 8-in modulu 8, -3-ün modulu 3-dür. 8-dən 3 çıxırıq 5 və baxırıq görək böyüyün işarəsi nədir? Baxırıq böyük 8-dir. 8-in işarəsi nədir? Modulu böyük olanı, yəni nəzərdə tuturuq. 8-in işarəsi müsbətdirsə, elə deməli bizim də qiymətimiz müsbət 5, yəni 5 olacaq. Belə qayda olaraq da baxın, A + -B, A çıxaq B deməkdir. -A + B, B çıxaq A. Bu şəkildə də, yəni müsbəti mənfiyə vuranda biz bilirik ki, mənfi verir. İndi vurmaya da keçəcəyik. Yəni bu şəkildə hesablayırıq. Yəni modullarını fərqini tapırıq. Modulu böyük olan işarəsini qabağına qeyd edirik. Həmin tapdığımız fərqin qarşısına. Bir də deyə bilərik. -11 + 5. -11-in modulu 11-dir. 5-in modulu 5-dir. Çıxanda nə eləyir? 6. 6, 11-dən 5 modulların fərqini tapdıq 6. Bəs işarəsi necə olacaq? Baxırıq ki, modulu böyük olan 11-dir. 11-in işarəsi nədir? Mənfidir. Deməli, bu da -6 olacaq. Deməli, müxtəlif işarəli ədədlərdə, məsələn, vurulma, bölünmə və qüvvət, yəni eyni işarəli və müxtəlif işarəli olanlara baxa bilərik. Məsələn, müsbəti müsbətə vuranda nə edir bizdə? Müsbəti müsbətə vuranda müsbət edir. Müsbəti mənfiyə vuranda nə edir? Mənfi. Mənfini mənfiyə vuranda nə edir? Müsbət. Görürük ki, eyni işarəli, baxın, müsbət, müsbət, mənfi, mənfi vuranda həmişə müsbət verir. Müxtəlif işarəli ədədləri bir-birinə vuranda isə mənfi verir. Yəni, baxın, müsbəti mənfiyə vurdum, mənfi. Mənfini fərq etmir, yəni yer dəyişir də olsa, mənfini müsbətə də vursa, yenə mənfi verəcək. Amma mənfini mənfiyə vurdum, müsbət elədi, müsbəti müsbətə vurdum, müsbət elədi. Eyni işarələri bir-birinə vurduqda müsbət, əks işarələri bir-birinə vurduqda isə mənfi olur. Bu, bölməyə də aiddir, yəni eyni qayda nisbətlərinə də aiddir. Əgər eyni işarəlidirsə, bölürüksə müsbət, əks işarəlidirsə bölürüksə mənfi verəcəkdir. Qüvvət necə olur? Qüvvətləri isə əgər deməli, məsələn, müsbət və ya mənfi fərq etməz. Yəni, müsbətin onsuz da cüt dərəcə, tək dərəcə qüvvəti həmişə 2n və yaxud da 2n + 1 həmişə müsbət verir. Mənfinin qüvvəti isə əgər cütdürsə müsbət verir, təkdirsə mənfi verir. Müsbətə bilirik ki, həmişə deməli müsbət verir. Mənfinin qüvvət üstünə baxırıq. Qüvvət üstündəki ədəd cüt ədəddirsə, bizim deməli qüvvətdən alınan qiymətimiz müsbət olacaq. Əgər təkdirsə, onda mənfi olacaq. Çıxmasına necə baxa bilərik? Çıxması, məsələn, A çıxılsın, müsbət B necə tapırıq? A çıxılsın B-yə bərabərdir. Mənfini müsbətə vuranda mənfi elədiyi üçün A-dan B-ni çıxırıq. A çıxılsın, mənfi B, məsələn. Mənfini mənfiyə vururuq, müsbət edir. A + B-yə bərabər olur. Mənfi A-nı, A-dan çıxdı, mənfi B-ni.
Mənfi A olduğu kimi qalır. Mənfini mənfiyə vururuq, müsbət B verir. Mənfi A çıxılsın B. Burada mənfini mötərizə xaricine çıxarsaq, A üstə gəlsin B. Bir neçə nümunədə göstərə bilər ki, məsələn, mənfi 8, baxın, buna nümunə göstərirəm. Çıxaq, mənfi 4. Neyinirik? Mənfi 8 yazırıq, mənfini mənfinə vurduq, mənfiyə vurduq, müsbət 4 elədi. Mənfi 8 üstə gələk 4. Baxırıq ki, toplamaya gəldik, çıxdıq. Müsbət modullarını çıxırıq, 8-dən 4 çıxdıq 4. Baxırıq ki, modulu böyük olan 8-dir, onun da işarəsi mənfidir. Deməli, qiymətimiz olacaq mənfi 4 bu şəkildə. Gəlin indi ədədin tam və kəsr hissəsinin tapılmasına baxaq. Ədədin tam hissəsi nəyə deyilir? A ədədindən kiçik, ən böyük tam ədədə A ədədinin tam hissəsi deyilir. Və tam necə işarə olunur? Baxırıq ki, belə düz mötərizə içərisində bu işarə tam hissənin işarəsidir. Tam hissə həmişə ədədin özündən kiçik və yaxud da ona bərabər ola bilər. Nə zaman kiçik, nə zaman bərabər olar? Məsələn, A olar 7, deyir 7-nin tam hissəsi ilə 7 olacaq. Məsələn, A olar 2,5, 2,5-in tam hissəsi neçə olacaq? Tam deyirsə, tam ədəd olmalıdır. 2 olacaq. Baxırıq ki, 2 həqiqətən 2,5-dən kiçikdir. Amma bərabər deyil. Tam olduqda tama bərabər olardı. Bu şəkildə. Bəs, görək, mənfi ədədin tam hissəsini necə taparıq? Tutalım ki, bizə verib mənfi 7,9. Deyək ki, bu ədədin tam hissəsini tapın. Tam hissənin qaydası necə idi? Tam hissə ədədin özündən böyük ola bilməzdi. Ondan kiçik ədəd olmalıdır, amma ən böyük olmalıdır. Baxırıq ki, mənfi 7,9-dan yəni birdən çarşaf mənfi 7 götürərək olmaz. Mənfi 8. Ədəd oxunda qeyd etsək, baxarıq ki, mənfi 7, mənfi 8. Mənfi 7,9 harada yerləşir? Mənfi 7 ilə mənfi 8-in arasında, biraz da hələ bu tərəfə yaxın qeyd edək. Burada yerləşir təxminən. Tutalım ki, deməli, bu ədəddən biz bilirik ki, ədədin sol hissəsi kiçik hissədir, sağ hissəsi isə böyük hissədir. Mənfi 7,9 buradadırsa, mənfi 7,9-dan kiçik və ona yaxın ən böyük tam ədəd hansıdır? Mənfi 8-dir və biz mənfi 8-i götürmüşük. Baxırıq, yəni hansı parçalar arasında yerləşirsə, məsələn, bu mənfi 7,9 mənfi 7 ilə mənfi 8 arasında yerləşdi. Baxdım, gördüm ki, ən kiçiyi hansıdır? Mənfi 8-dir. Mənfi 7 böyükdür. Ona görə mənfi 8-i götürdüm. Ən kiçiyi deyəndə, yəni tam hissə olaraq. Bəs kəsr hissə nədir? A ədədinin özü ilə tam hissəsinin fərqinə A-nın kəsr hissəsi deyilir. Kəsr hissənin işarəsi necədir? Baxırıq ki, belə dalğalı formalı mötərizə isə bizə kəsr hissənin işarəsini verir. Kəsr hissə necə tapırıq? Ədədin özündən çıxırıq ədədin tam hissəsini. Yəni, məsələn, ədədin özünü verib bizə 13,5. Əvvəlcə tamını tapırıq. Görürük, tam neçədir? 13. 13,5-dən çıxırıq 13-ü. Qalır neçə? 0,5. Deməli, bu ədədin kəsr hissəsi 0,5 imiş. İndi əsas məsələ, gəlin mənfilərə baxaq. Mənfi ədədlərin kəsr hissəsinin tapılmasına. Tutalım ki, verib bizə, B-ni verib, mənfi 3,8. Deyir ki, B ədədinin kəsr hissəsini tapın. Necə tapırıq? Əvvəlcə tamı tapırıq. Birbaşa 0,8 yazmaq olmaz. Əvvəlcə tamı tapırıq. Tamı tapırıq ki, görək B-nin tam hissəsi neçədir? Neçədir B-nin tam hissəsi? Mənfi 4. Bayaq tapmışdıq. Kəsr hissəni necə tapırdıq? Ədədin özündən, yəni mənfi 3,8-dən çıxırıq tam hissəni, yəni mənfi 4-ü. Və hesablayırıq ki, mənfi 3,8-in üstünə 4 gəlinir. O deyilir bizə neçə? 0,2. Deməli, B ədədinin kəsr hissəsi 0,2 olur. Yadımızda saxlayırıq ki, kəsr hissə, deməli, kəsr hissə heç vaxt mənfi olmur. Ədədin kəsr hissəsi mənfi olmur. 0 ilə 1 arasında yerləşir. 1-i almır, 0 ala bilər.
Gəlin indi ədədin modulu anlayışına baxaq. Modul dedikdə nə başa düşürük? Məsələn, ədəd verilib. Bu ədədin deyir modulunu tapın. Modul dedikdə biz nəyi yadımıza saxlamalıyıq? Ədəd oxunu gözümüzün qabağına gətiririk. Deməli, ədəd oxunda başlanğıcdan, hesablama başlanğıcından verilmiş ədədə qədər olan məsafə ədədin modulu adlanır. Yəni, tutalım ki, ədəd oxu olsun. Məsələn, burada 0-dan, burada olsun, məsələn, 5. 5 ədədinin modulu dedikdə modul işarəsi də bir düz xəttlərdir. Bu şəkildə 2 dənə düz xəttin arasında 5-in modulu baxırıq ki, 0 ilə 5 arasında məsafə neçədir? 5. 5-in modulu 5-dir. Bəs mənfi 5-in modulu? Mənfi 5-in modulu biz bilirik ki, verilmiş ədəddən dedik ki, 0 başlanğıc hesablama başlanğıcından, yəni 0-a qədər məsafə neçə edir? Məsafəmiz nə qədərdir? 5. Deməli, buradan da bura qədər bizim mənfi 5-in modulu 5 olacaq. Moduldan mənfi çıxmır. Moduldan mənfi çıxmır o demək deyil ki, yəni bu qaydanı bilirik, yadımıza saxlamaq əsas odur ki, verilmiş ədəddən 0-a qədər məsafə. Məsafədə mənfi ola bilməz. Mənfi sadəcə istiqamət verə bilər. İstiqamət bildirə bilər. Yəni ona görə də məsafə ölçümüz mənfi 5-dən 0-a qədər 5-dir. Mənfi 11-dən 0-a qədər məsafə 11-dir. Bu şəkildə. Modul deməli hesablama başlanğıcından verilmiş ədədə qədər məsafədir. Məsələn, modulda x qiyməti verib. Deyək ki, buradan x-in işarəsinin təyin edilməsi barəsində. Deyək ki, burada məsələn modulda x verib, bərabər oldu mənfi x-ə. Tutalım. Burada x deməli neçə imiş ki, biz burada mənfi x olub. Necə işarəsi nə imiş? Biz onda bilirik ki, x deməli mənfi ədəd imiş ki, yəni 0-dan kiçik imiş. Ona görə modul x bərabər olub mənfi x-ə. Əgər burada x olsaydı, modul x bərabərdir x yazsaydıq, deməli x-imiz özü 0 və ya 0-dan böyük ədəd, yəni müsbət ədəd imiş ki, modulu özünə bərabər olur. Yəni bu şəkildə dəyişənləri görüb çaşmaq olmaz. Diqqətli oluruq ki, axı birdən deyirik ki, niyə görə qabağına mənfi yazmışdıq bayaq? Ona görə yazmışdıq ki, əgər x-imiz mənfi ədəddirsə, tutalım x-ə verdim mənfi 7. Moduldan mənfi 7. Biz x-in özü mənfi 7 yaza bilərik mənfi 7, belə şey olmaz. Bunun qabağına bir dənə də mənfi əlavə edirik ki, yəni mənfi x yazırıq ki, mənfi, bir dənə də mənfi 7 bu mənfini aparsın. Yəni modulda mənfi 7 bərabər olacaq mənfi 7-yə. Bu da müsbət 7, yəni versin. Moduldan həmişə müsbət çıxmalıdır. Bunun üçün qabağına bir mənfi işarəsi əlavə etdik. Yəni qabağımıza bu cür testlərdə çıxsa, yazırıq ki, əgər x-in özü müsbət və ya sıfırdırsa, modulu özünə bərabərdir. Yox, əgər x-in özü mənfidirsə, yəni sıfırdan kiçikdirsə, modulu mənfi x-ə bərabər olur. Bir neçə xassədə qeyd edə bilərik. Məsələn, əgər bizə verilib, məsələn, x çıxılsın y modulda, elə y çıxılsın x-ə bərabər olacaq hər zaman. Və yaxud da modulda x bərabər olacaq modulda mənfi x-ə. Biz onu bayaq da baxdıq. Sonra modulda x vurulsun y bərabər olacaq modulda x vurulsun modulda y. Nisbət də eyni şəkildə bütöv modulda da olsa, ayrı-ayrı da olsa bərabər olacaq. Daha sonra bir dənə vacib yaza bilərik ki, modulda x üstəgəl y həmişə kiçik bərabərdir. Modulda x üstəgəlsi modulda y-də. Niyə? Baxaq. Əgər onsuz da x müsbətdirsə, bunlar bərabər olacaq. Bu ifadəmiz bərabər olacaq. Baxın, bu ifadəmiz bərabər olacaq. Əgər mənfi işarəlidirsə, modulda baxarıq ki, ayrı-ayrı mənfi ədədləri və yaxud da biri mənfi, biri müsbətdirsə, ayrı ədədləri toplasaq, nəinki böyük ədəd verər və yaxud da ki, mənfi işarəli bir ədədləri biri mənfi, biri müsbətdirsə, o zaman mütləq ki, bu ifadə kiçik olacaq. Amma hər ikisi mənfi olsa, yenə bərabər olacaq. İşarədən asılı olaraq bunu biz özümüz təyin edə bilərik. Çıxmada isə fərqlidir. Əgər 2 dənə ədədin çıxılması modulu verilir, bir də tək-tək verib. Tutalım, məsələn, x olsun 7 olmasın. Məsələn, 11 olsun, çıxaq 5. Hər ikisi də müsbətdir.
Böyük bərabər görək düz deyilmi? 11-in modul qiyməti ilə 11 verəcək. 5-in modul qiyməti ilə 5 verəcək. 11-dən 5 çıxırıq 6. Buradan da 11-dən 5 çıxırıq 6. Gördük, bərabər oldu. İndi burada yazaq ki, x-im oldu 2, y-im oldu 5. Modul işarəsi 2. Görək, indi yoxlayaq görək, doğrudurmu həqiqətən? Baxın, 2-dən 5-ə çıxdım. Neçələrdir? -3. Modulda -3-dən isə 3 çıxır. Böyük bərabər 2-dən 2 çıxılsın 5 edəcək neçə? -3. Görürük, həqiqətən ifadəmiz doğrudur. Bu ifadəmizi düz yazmışıq. Əgər topladırsa, baxın, burada toplamasının modulu kiçik bərabər olur. Ayrı-ayrı toplananların cəmindən kiçik bərabər. Amma fərq böyük bərabər olur onların modul fərqindən. Ayrı-ayrı modullarının fərqindən. Nümunədə göstərə bilərik. Bir dənə tənlik şəklində yaza bilərik. Tutalım, verib ki, bizə x çıxılsın 7 üstə gələk z üstə gəlinsin 5. Burada mötərizəni yaxşı yazmadıq. Bu nümunəyə baxası olsaq, biz nəyə baxırıq? Baxırıq ki, deyək ki, bu ifadədə məsələn x üstə gəl z-i tapın. Necə tapa bilərik? Baxırıq ki, 2 dənə modul var. 2 dənə modulun cəmidir. Bu modullarda cəm verib bizə. Baxın, bu şəkildə ikisinin cəmi 0. Necə ola bilər bu 0 olsun? Axı modullar həmişə müsbət çıxır. Deməli, mötərizənin bu modulun içi özü 0 olmalıdır ki, 0-ın üstə 0 gəlim eləsin 0. Başqa yolu yoxdur. Çıxma olsaydı, yenə bir-birinə bərabər etmək olardı. Burada toplama var deyə. Deməli, x çıxılsın 7 özü 0-a bərabərsə, deməli, x-imiz neçə olmalıdır ki? 7 olmalıdır. Burada z neçə olmalıdır? -5 olmalıdır. Və bizdən də nə istəyir? X üstə gəlsin z. 7-nin üstə də -5 gəlsək, edəcək 2. Cavabımız 2. Bu şəkildə test nümunələri qarşınıza çıxa bilər. Gəlin indi ədədi orta və həndəsi orta ilə tanış olaq. Ədədi orta nədir? Verilmiş ədədlərin cəminin bu ədədlərin sayına nisbətinə həmin ədədlərin ədədi ortası deyilir. Məsələn, bizə 5 ədəd verilibsə, o 5 dənəni toplayırıq. A3, A4 və A5. Sayını isə də nədir? 5 dənə. Bölürük 5-ə. Bizə verir ədədi ortanı. Məsələn, verib ki, 2 ədədindən daxil olmamaq şəkildə 2-dən 5-ə qədər olan ədədlərin, ardıcıl olaraq natural ədədlərin ədəd ortasını tapın. 2-ni yazmırıq, 3, üstə gəl 4. Baxdıq 2 dənədir, 5-i də almır, tutalım. 3-ün üstə 4 gəldik. Neçə dənədir? 2 dənə. Böldük 2-yə. 3-ün üstə 4 gələndə 7, 7-ni də böldük 2-də, 2-yə 3,5. Və yaxud da say olaraq da verə bilər ki, 16, 18 və 20 ədədlərinin ədəd ortasını tapın. Neyinirik? 3-ünü toplayırıq. Dedim 3-ünü. 3 dənədir. Bölürük 3-ə. Neçədir? 16, 18, 34. Üstə də 20, 54. 54-ü də 3-ə böləndə 1, 8, 18. Deməli, bunların ədəd ortası 18 imiş. Bəs həndəsi ortanı necə tapırıq? Tutalım, bizə 2 dənə ədəd verilib, A-B ədədləri. Onların həndəsi ortasını deyir tapın. O zaman onların hasilini, saylarını dərəcədən, yəni kök qiymətini tapırıq. Bu da olur həndəsi ortası. Onu da qeyd edək ki, burada ədədlər müsbət ədədlər olmalıdır. Məsələn, A ilə B ədədi müsbətdirsə, onların həndəsi ortasını necə tapırıq? Kvadrat kökü altına salırıq onları ki, sayı 2-də onsuzda və onların həndəsi ortasını tapırıq. Gəlin kök və qüvvət haqqında bəzi düsturları qeyd edək. Əgər bizə əvvəlcə qüvvət haqqında deyə bilərik ki, ilk öncə yadımıza saxlayacaq ki, əgər qüvvət üstünə 0 varsa, verilmiş ədədin qüvvət üstü 0-dırsa, həmin ədəd qiymətimiz 1-ə bərabər olacaq. Yəni, A0-dan da fərqli olmalıdır. Yəni, məsələn, 5 üstü 0 verib bizə neçəyə bərabərdir? 1-ə. 1000 üstü 0 neçədir? 1.
Bunu yadımızda saxlayırıq. Bəs, tutalım ki, A üstü 1 nəyə bərabər olur? A-ya bərabər olur. Yəni 3 üstü 1 3-ə bərabər olur. 2000 üstü 1 2000-ə bərabər olur. Və məsələn, A üstü tutalım ki, n vurulsun A üstü m. Bunu necə tapırıq? Baxırıq ki, əsasları eynidir. Əsasları eyni olarsa, onların qüvvət üstlərini toplayırıq. Sonra A üstü n bölünsün A üstü m. Əsasları baxırıq eynidir. Qüvvət üstlərini eyniyirik. Çıxırıq. Birincidən ikincini çıxdıq, yazdıq. Daha sonra A üstü n yazılıb. Üstünə də qüvvət şəklində m. Necə tapırıq? Bu şəkildə olarsa, n-i m-ə vururuq. Bir mötərizə içərisində A, B üstü n olarsa, hər birini ayrıqda n qüvvətə yüksəldib yaza bilərik bu şəkildə. Bəs bölməsi necə olur? Tutalım ki, A bölünsün B üstündə n. Yenə eyni qaydadır. Sürəti də, məxrəci də ayrıqda bu qüvvət üstünə yüksəldə bilərəm. Burada qeyd edək ki, B sıfırdan fərqlidir. Gəlin indi kök anlayışına baxaq. Kök haqqında bəzi xassələrə baxaq. Baxırıq ki, bu işarə biz bilirik ki, kök işarəsidir. Kök işarəsinin daxilindən, deməli daxilində əgər kökün necə deyim, dərəcəsi burada qeyd olunur. Kvadrat kökdürsə, 2-dirsə qeyd edilmir. Olduğu şəkildə bu kvadrat kök sayılır. Bu şəkildə verilmiş ifadəmiz kvadrat kökdür. Və kvadrat kökdən mənfi çıxmır. Yəni, burada A mənfidirsə, bu kökün heç bir mənası yoxdur deməkdir. Burada qeyd etməliyik ona görə ki, A böyük və ya bərabərdir sıfırdan. Sıfır olarsa, sıfırdan kök çıxır, olur sıfır. Müsbət ədədlər olmalıdır kvadrat kökdə. Və buradan tutalım ki, əgər A-nın qüvvət üstü, baxırıq ki, 2n-dirsə, cütdürsə və mənim də kök dərəcəm cütdürsə, o zaman bizim ifadəmizin qiyməti modulda A-ya bərabər olacaq. A mənfi müsbət olmağından asılı olmayaraq, mənfi də olsa, yəni qiymətimiz modula verəcək. Sonra əgər A üstü 2 üstəgəl 1 olsun, burada 2 üstəgəl 1. Yəni tək dərəcədəndirsə köküm, o zaman eləcə A-nı verə bilər. Verə bilər dedikdə, yəni verir. Sonra n dərəcədən A vurulsun B kökünü. Biz ayrı-ayrılıqda n dərəcədən kökə, yəni hər bir hasilin hər bir həddini sala bilərik. Amma bu toplamaya, çıxmaya aid deyil. Sadəcə vurmaya və bölməyə. Bölmədə bu qaydadadır, yazmıram. Və onu da qeyd edim ki, A və B böyük bərabərdir 0 olmalıdır. Sonra bir də yaza bilərik başqa nə? A üstü m, n dərəcədən də kök varsa, biz hər bir, baxın, m-i də, n-i də k dərəcə, yəni başqa bir ədədə vurmuş yəni vura bilərik. Yəni bu ifadəmiz də doğrudur. Və yaxud da yenə də bölə bilərik. Əgər kök dərəcəmi tutalım ki, burada 6-dır, burada da olsun 8-dir. Biz eyni baxırıq ki, hər ikisində eyni 2 vuruğu var. Həmin o 2 vuruğunu, yəni elə bil ki, k vuruğu da çıxartsaq, 6-dan 2 vurunsaq 3 vuruğu qalar. Buradan 8-də isə 4 qalar. Bu şəkildə bərabərlikdə doğru olar. Bir də onu qeyd edək ki, tutalım ki, kök 6 A. Bu nə deməkdir? A-nın kvadrat kökü. A-nın kvadrat kökünü biz bilirik ki, özümüz qeyd etmirik, amma əslində 2 yazılır da. Burada 2-dir. 2 sadəcə olaraq kvadrat köklərdə qeyd edilmir. A üstü 2-də 1-ə bərabərdir. Tutalım ki, 3 dərəcədən kökə salmışıq A-nı, yazırıq A üstü üstə 1 şəklində. Yəni, qayda olaraq deyə bilərik ki, A üstü m, burada bir n dərəcə var, bərabər olacaq. Burada m surətdə, n məxrəcdə. Yəni, baxın, burada, əgər burada 2 olsaydı, burada bir 2 olardı. Bir dənə də qeyd edək. Tutalım, A üstü 7 buradadır, 8 buradadır. Yazırıq ki, kəsr xətti 7 surətdə, 8 isə məxrəcdə.